2017-ci il Qarabağın heyəti, Çempionlar Liqasındakı oynayan heyəti, yoxsa 2023-2024-cü il Bayer Leverkusenlə oynayan Qarabağ heyəti? Müqayisə. Lunyov yoxsa Şehiç? Açığı Çempionlar Liqası olduğu üçün Şehiç seçəcəm, amma Lunyovun performansını da kənara qoymayıb uzatmayayım. Şehiç. Maksim Medvedev yoxsa Marko Veşoviç? Burada amma Çempionlar Liqasına görə yox, Marko Veşoviç ümumiyyətlə Azərbaycan gəlmişən yaxşı sağçılan müdafiəçidir. Mən Veşoviç seçirəm. Rəşad Sadıqov yoxsa Bəhlul Mustafazadə? Rəşad Sadıqov. Kevin Medina yoxsa Jezniçak? Kevin Medina yoxsa Yakub Jezniçak. Orada Çempionlar Liqasındakı mən Jezniçak seçərdim. Ansi Agoli yoxsa Elvin Cəfərquliyev? Elvin Cəfərquliyev məncə biraz da inkişaf edib. Ansi Agoli çünki çox belə bişmiş vaxtında Qarabağdaydı. Çox böyük futbolçuydu. Çox maraqlı Qurban müəllim hansını seçərdi? Mən Ansi Agolini seçərdim. Michel yoxsa Yankoviç? Burada çox çətindir də seçmək. Michelin Atletico'ya vurduğu gol, keçirdiyi oynar, amma mən göz önünə gətirəndə Marko Yankoviç öz mövqeyinin ən yaxşıdır bəlkə də gələnlər arasında. Mənim fikrimcə Yankoviç. Richard Ahmede yoxsa Patrik Andrade? Richard artıq sağollaşdı, getdi, amma həmin dönəmki Richard əlbəttə ki daha önəmlidir və Patrikdən daha yaxşıdır. Pedro Henrique yoxsa Zubir? Bu da yaxşı müqayisədir. Pedro Çempionlar Liqasında komandamızın Roma ilə maççının qolunu vurmuşdu. Endlov'un ötürməsindən sonra deyəsən. Xatırlayıram, yaxşı xatırlayıram. Abdullah Zubir uzun müddət burada oynadığı üçün və artıq komandanın kapitanlığına qədər yüksəldiyi üçün mən Zubiri seçirəm. Mahir Emreli yoxsa Leandro Andrade? Mahir Emreli. Qara Qarayev yoxsa Romao? Qara Qarayev. Və Endilovlu yoxsa Juninho? Juninho'nun ötən mövsümki performansı öz yerində, amma mən Dino Endilov'un xüsusilə Kopenhagenlə maçdakı Çempionlar Liqasına aparan yoldakı qolunu unutmayaraq mən Dino Endilov'unu seçirəm.